Cümlələrə əsasən müqayisə cədvəlinə uyğun fikirləri müəyyən edin. Tərkibindəki cümlələrin hər birində baş üzvlər iştirak edib, doğru fikirdir. Mən, mübtəda, deməliyəm, xəbər. İkinci cümləmizdə isə xatırladır, xəbərdir, nəfəs mübtədadır. Budaq cümlə baş cümlə tabellik bağlayıcısı ilə bağlanıb. Bu doğru fikirdir ki, bağlayıcısı vasitəsilə bağlanıb, lakin digər cümlədə də eyni hal özünü göstərdiyi üçün 2 yanlış olacaq, 2 aşağıda yazılmalı idi ortaq fikir olduğuna görə. Budaq cümlə baş cümlədən əvvəl işlənib doğru fikirdir. Ki bağlayıcısı olduqda birinci baş cümlə gəlsə də, əgər cümlədə yenicə, təzəcə kimi fikirlər varsa, bu zaman budaq cümlə birinci gəlir. Baş cümlənin mübtədası söz birləşməsi ilə ifadə olunmuyor. Burada baş cümləmiz ikinci cümlədir, lakin ikinci cümlədə baş cümlənin mübtədası at yarışdıranların səsidir, yəni söz birləşməsi ilə ifadə olunub, ona görə çıxırıq. Baş cümlənin tərkibində tamamlıq işlənmişdir. Burada tamamlığımız sinfi sözüdür. Burada isə onu sözü tamamlıq kimi işlənib. Deməli 5 də ortaq fikirdir. Baş cümlə budaq cümlədən əvvəl işlənib, 6 isə yalnız sola aid fikirdir. Deməli cavabımız 1, 3 və 5 olacaq.